qocalmanı dayandırmaq mümkün olacaq. Rusiyada alimlər qocalmanı ləngitmək məqsədi ilə yeni gen terapiyası preparatı üzərində çalışır. Layihə çərçivəsində hüceyrələrin qocalma prosesini başladan RAGE geninin bloklanması hədəflənir. Mütəxəssislərin fikrincə bu genin aktivliyi hüceyrə səviyyəsində yaşlanmanı sürətləndirir, onun bloklanması isə əksinə hüceyrələrin gəncliyini daha uzun müddət qorumağa kömək edir. Məlumata görə preparatın hazırlanması müasir genetik texnologiyalara əsaslanır və bu qocalma ilə mübarizədə ən perspektivli yanaşmalardan biri hesab olunur. Tədqiqatlar ölkədə həyata keçirilən sağlamlığın qorunması üçün yeni texnologiyalar milli layihəsi çərçivəsində aparılır. Alimlər hesab edir ki, belə innovativ yanaşma gələcəkdə yaşla bağlı xəstəliklərin profilaktikasında və insanların ömrünün artırılmasında mühüm rol oynayır. Bununla yanaşı layihə hələ inkişaf mərhələsindədir və klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var.